fe'li bağlama ilə qarışdırılır. Niyə? Çünki fe'li bağlama əvvəlcə bir şey deyil. Zərflə zərfliyi qarışdırmayın. Gəlin baxaq bunların fərqinə. Bu nədir? Bu nədir? Cümlə üzvü. Ay sağ ol. Bu nitq hissəsidir, bu cümlə üzvüdür. Bunu keçmişik hazırda, bunu keçmişik məktəb dərsini keçmişik. Düzdür? Düzdür. Deməli, nəyi yadda saxlayırıq? Zərfin mənaca 4 növ var, zərfliyin mənaca 6 növ var. Səbəb məqsəd var. Ay sağ ol. Səbəb məqsəd zərflikləri də var. Görsən bənaf izləyəndə. Afərin, afərin. Zərfliyin mənaca 6 növ var, zərfin isə mənaca 4 növ var. Burada səbəb məqsəd əlavədir. Və zərf nitq hissəsidir, zərflik cümlə üzvüdür. İndi bütün zərflər cümlədə zərflik olmur. Bəzən uşaq zərfi görür, məsələn deyir ki, yuxarı mərtəbədə oturmuşam. Yuxarı sözü, baxırıq. Yuxarı mesela binada yaşayıram, hə? Yuxarı binada yaşayıram. Baxın uşaqlar. Bir də baxaq. Bir də qulaq asın, zərflik təyinli, ikisi düzdür. Amma zərflik səhvdir. Niyə? Baxın uşaqlar. Nə demişdik? Demişdik ki, Fərid. Yaşa bax. Demişdik ki, zərf həmişə zərflik olmur. Aşağı, yuxarı, sağ, sol, içəri, bu sözlər hansı nitq hissəsidir? Nitq hissəsi zərfdir. Amma bina, həyət, pəncərə, qapı, ev, məkan bildirənlər nədir? Məkanların adını bildirənlər nədir? Adını bildirənlər. Həyətdə, evdə, isim, nitq hissəsi olur. Nitq hissəsi kimi isimdir. Zərfliyi siz belə deyənməzsiniz uşaqlar. O cümlənin içində bilir. Ağzında nə deyirsən? Cümlə üzvü. Cümlə olmazsa sən nitq hissəsi, cümlə üzvündən danışa bilməzsən. Cümlə üzvü tanımaq üçün mütləq nədən danışmalısan? Cümlədən. Cümlə yazılmalıdır bura, sən orada deyə bilərsən hansı cümlə üzvüdür. Mən soruşuramsa, nəyi soruşuram? Nitq hissəsi. Həyət, bina, ev, qapı, hansı nitq hissəsidir Pənahlı? İsim. Aşağı, yuxarı, sağ, sol, içəri, arxa, qabaq. Bunlar hansıdır? Zərf. İndi yuxarı söz hansı nitq hissəsidir? Zərf. İndi gəl cümlə üzvü kimi təhlil edək. Yaşayıram harada? Binada. Hansı binada? Cümlə üzvü kimi nə oldu? Təyin oldu. Başa düşdük? Deməli, zərflə zərfliyi nə edirik birinci növbədə? Birinci növbədə zərflə zərfliyi qarışdırmırıq. Yox, bunu izah edeyim sonra. Baxın uşaqlar. Baxın uşaqlar. Məsələ nədir? Fe'li bağlama zərflə ortaqdır. Fe'li bağlama zərf kimi cümlədə zərfli yox. Fe'li bağlama ancaq zərfli olur. Ancaq zərfli, yadda saxlayın. Fe'li bağlama gördüksə, o mütləq zərflikdir. Başqa cümlə üzvü olmayacaq. İndi fe'li bağlamaların bəziləri var ki, zərfə oxşuyur. Elə bilirsən ki, zərfdir. Necə ayıraq ki, bu fe'li bağlamadır, yoxsa zərfdir? Bunlar hansılardır? Məsələn, elə vaxt olur ki, belə ən çox məşhurunu 3 dənə yazım, dönə-dönə. Sonra, bu 3 dənəsi qarşılığıdır. Dönə-dönə sözüdür, sonra hansı sözləridir? Tikə-tikə sözüdür. Bir dəqiq gözlə. Dönə-dönə sözüdür, tikə-tikə sözüdür, bir dənə də söz var edirlər. Bu ikisini izah edeyim, o birisi yazılı sözü. Hə? Baxın uşaqlar, bu 2 dənə sözü necə ayırırıq? Bunlar həm zərfli, mürəkkəb zərf olur, həm də fe'li bağlama. Hardan bilirik ki, zərfdə, hardan bilirik ki, fe'li bağlama? Yox, ikisi də xəbər aid olur. Məsələ nədir? Dönə-dönə sözü əgər çoxlu mənasında işlənibsə, olur zərf. Sənə dönə-dönə demişim, mən çoxlu. Bəli, nitq hissəsi kimi. Elcan olmaz. Dönə-dönə sözü. Elcan. Dönə-dönə sözü əgər həqiqətən dönmək mənası verirsə, həqiqətən insan orada dönürsə, orada olur fe'li bağlama. Niyə? Baxın, görürsünüz, hərəkət mənası varsa, dönmək hərəkətdir də. Ya da ən qısa rahat variant nə deyirəm həmişə? Araqla əvəz edin, həmişə. Dönərək. Fe'li bağlama olur. Məsələn, deyirəm ki, maşın dönə-dönə dönmə işığını yandırmışdır. Yəni, maşın dönərkən dönmə işığını yandırmışdır. Yəni, orada neynir maşın? Həqiqətən neynir? Dönür. Fırlanır, düzdür.
başın döndüyünə görə orada nə deyirik? Feili bağlama. Stop. Bir də deyirəm ki, nənəm mənə dönə-dönə tapşırdı ki, dərmanlarımı al. Yəni nə? Çoxlu tapşırır. Nənəm elə yerində dönə-dönə tapşırmır ki. Nənəm nə deyir? Çoxlu tapşırır. Stop. Yox, hər ikisi hərəkət deyil qızım. Burada çoxlu mənası verir. Burada isə feili bağlamada isə dönmək. İki sözlərlə belə olur. Tikə-tikə indi çoxlu yox. İndi deyəcəm. Yox, başqasını deyəcəm də hərəsindən. Bunu bildik. Bəli. Dönmək çoxlu mənası. Tikə-tikə sözü. Parça mənası verirsə, parça mənası verirsə, zərb. Tikə-tikə sözü tikmək mənası verirsə, feili bağlama. Niyə? Niyə? Çünki deyirəm ki, nənəm çörəyi tikə-tikə doğradı. Yəni, balaca parça doğradı. İndi anam mən tikə-tikə doğradı, yəni qalır. Zərf olur. Aha. Bəsnaydım yox. Zərfdir, hamısı. Nənəm tikə-tikə doğradı çörəyi. Bu zərfdir. Bir də deyirəm ki, nənəm mənim köynəyimi tikə-tikə deyinirdi. Burada nənəm neyniyir? Köynək tikir. Burada nə olacaq? Feili bağlama. Hamı aydın oldu mu? Feili bağlama. Nənəm Parçamasında nə yazmışsınız o ikincide? tikmək. Nənəm paltar tikə-tikə deyinirdi. Paltarı tikir də əli ilə tikir yəni. Başa düşdü? Bu olur nə? Feili bağlama. Aydın oldu. Bəli. Sonra bir də qoşa-qoşa sözü yadıma düşdü. Qoşa-qoşa. Qoşa-qoşa da uşaqlar. Bir deyirəm ki, məsələn, vaqonlu qatara qoşa-qoşa, qatarı vaqona, nə bilmə, usta danışırdı, məsələn. Yəni, qatarı vaqona qoşarkən danışırdı. Bir dəqiqə. Qoşmaq mənasında nə olacaq? Feildirsə əgər, qoşaraq danışırdı, qoşarkən danışırdı. Nə olacaq? Yox, feil mənasıdır orada. Qoşarkən danışırdı. Sualım var idi sizdə. Bir dəqiqə, feil nə olacaq burada? Bir də qoşa-qoşa sözü hansı mənada işlənir? Cüt-cüt mənasında. Əgər cüt-cüt mənasındadırsa, olacaq zərf. Bax, deyirəm ki, onlar qoşa-qoşa oturublar. Yəni nə? Cüt-cüt oturublar, iki-iki oturublar. Vərəqləri qoşa-qoşa yığdım. Yəni cüt-cüt yığdım. Başa düşdü? Bir də deyək, dönə-dönə sözü nə vaxt zərf olur? Çoxlu mənasında, dönmək mənasında feil. Bax, mad deyirsə feili bağlamadır. Feili bağlamadır. Tikə-tikə sözü parça-parça mənası verirsə nədir? Zərf. Tikmək sözü mənasında verirsə feili bağlama. Qoşa-qoşa sözü cüt-cüt mənasında zərf. Qoşmaq mənasında feili bağlama. Məsələn, deyirəm ki, indi sual verirəm indi, siz deyirsiniz. Deyirəm ki, Başqa söz. yox, bu 3 dənə sözlər də bu. O birisləri izah eləyəcəm. Bu 3 sözə aiddir deyirəm. Mən də onları deyəcəm, çox bir söz var. Yox, başqa sözlərdir. Məsələn, deyirəm ki, it, nə bilməyək, əlinin köynəyini parça-parça eləmişdi. Parça-parça mənasında. Bəli, çünki hissə tikə-tikə mənasındadır orada, zərfdir, düzdür. Və yaxud da deyirəm ki, hə? Nə eləmişdir? Hə? Tikə-tikə elə. Hə, tamam, saçmışam. Tamam. Sonra, yəni əlinin köynəyini tikə-tikə eləmişdi. Burada bildiniz ki, zərfdir. Yaxşı, sonra deyirəm ki, mən dönə-dönə dərslərimi təkrarladım. Sağ ol. Deyirəm ki, onlar qoşa-qoşa oturublar. Sağ ol. Deyirəm ki, anam köynəyimi tikə-tikə məni döydü. Orada tikir. Anan köynəyi döyüb də. Hə, nəysə də dedim də indi. Yaxşı. Yaxşı. İndi uşaqlar, başqa bir məqam. Bunu bir də necə eləyək, şəklini istəyirsiniz, şəklini götürün. Danışdıq. İndi ümumiyyətlə feili bağlama ilə zərfi necə ayıraq? Asanlarıdır bu. Məsələn, asta-asta sözü də var. Asta-asta gəldi. Bir də qaça-qaça gəldi. Uşaqlar qarışdırırlar bu defisdən yazılan sözləri ki, bəlkə feili bağlamadır, yoxsa zərfdir. Çünki feili bağlamanın AA şəklisi var idi, yadınızda AA bir də armaz. Bu AA bu qaça-qaçanın arasıdır, belə yaza-yaza, qaça-qaça, poza-poza, gülə-gülə, gələ-gələ, danışa-danışa. Asta-asta gəldi, bu da oxuşur.
düşürür feyli bağlamaya bu da. Orada şəkilsiz deyil o. Bir elə tapa bilərsən, amma ən dəqiq variantda necə, rahat variantda da yəni daha doğrusu. Uşaqlar qaçaraq gəldi. Hərəkətdir bu. Vəssalam, hərəkətsə feyli bağlama. Qaçar. Yəni qaçaraq gəldi deyirsən, aramla əvəz edirsən. Amma asta-asta gəldi, asta-asta Qaçaraq gəldi. nə zərfin olar? Zərf olar. Zərf olmur ki, feyli bağlama deyil, qaçaraq. Aynen. Feyli bağlamadır. Bu A burada şəkilçidir, qaç, qaçma. Amma asta-asta sözün özüdür. Məsələn, yavaş-yavaş gəldi, nə olacaq? Yox, zərf feyli bağlama. Yavaş-yavaş Zərf olacaq, feyli bağlama. Zərf. Gülə-gülə gəldi. Feyli bağlama. Hüseyin, niyə feyli bağlama? Hüseyin, niyə qulaq asmırsan? Feyli bağlama. Niyə Hüseyin? Niyə qulaq asmırsan Hüseyin? Mən dərs edəcəm. Siz ikiniz ancaq bu partanın üstünü neysə yazırsınız, neysə edirsiniz partanın üstünü. Qulaq asırdın oraya Hüseyin. Amma o qaydadır Hüseyin, sən ondan sən sual verəcəm. Başa düşmürsən sən onu, qayda izanında susmaq lazımdır. Bütün diqqəti oraya vermək lazımdır. Sussan belə diqqətin orada deyil. Qaça-qaça gəldi, yəni qaçaraq gəldi. Əgər araqla əvəz edirsənsə, hərəkət bildirirsə, olur feyli bağlama. Yox, hərəkət bildirmirsə, olur zərf. Yavaş-yavaş gəldi, bax. Yavaş-yavaş yavaşaraq deyə bilməzsən ki, araqla əvəz edilmirsən. Amma araqla əvəz edəndə olur, qaça-qaçada nə var? Qaçmaq var, bax, qaçmaq var. Hərəkət var. Başa düşdünüz? O olur nə? Feyl. Feyl axı hərəkət bildirir. Feyli bağlama olur. Başa düşdünüz? İndi, zərflərin içində tez sözü var. Tez imtihana düşən bu tez sözünü izah edirəm. Qulaq asın. Zərfdir. Zərfdir, amma iki dənə zərf olur. Həm zaman zərf olur, həm tərz hərəkət zərf olur. Necə ayırırıq? Əgər həmişə, daima sözü ilə əvəz olursa, Nə sözüyle? daima, həmişə. Bu olur zaman zərfi. Uşaqlar, bunlar var ha. İnanın ki, imtihanın püf, belə necə deyimi, ən xırda, bu qaydada yoxdur. Ən xırda məqamlara qədər deyirəm ki, yadınızda qalsın. Daima həmişə zaman zərfi olur, tez əvəz olmalı. Əgər sürətlə sözü ilə əvəz edirsinizsə, tezdə bura aiddir, tezdə bura aiddir. Sürətlə sözü ilə əvəz edirsinizsə, tərz hərəkətdir. Tərz hərəkət zərfdir. Niyə? Baxın uşaqlar, zərfidir. Bax, deyirəm ki, o tez danışır. Sürətlə danışır da, tez danışır, mən onu başa düşmürəm. Yəni, necə danışır? Yəni, çox sürətlə danışır. Əgər sürətlə sözü ilə əvəz edirsinizsə, bu olur tərz hərəkət. Bir də deyirəm ki, yox, qonşularımız tez-tez bizə gəlir. Həmişə bizə gəlir, daima bizə gəlir. Əgər tez-tez sözü ilə, həmişə sözü ilə əvəz ediriksə, olur zaman zərfi. Sürətlə sözü ilə əvəz ediriksə, olur nə? Tərz hərəkət zərfi. Aydın oldu. Məsələn, deyirəm ki, o tez-tez idman edir. Ay sağ ol, həmişə idman edir. Nə olacaq orada? Zaman zərf deyir. Ya zaman zərf olur, ya tərz hərəkət zərf. Başa düşdün? Yaxşı, o gülə-gülə danışır. Gülə-gülə burada feyli bağlama diyorsun, zərf. Kızım, sual demə. Feyli bağlama. Hardan bildik? Gülərək danışır, gülərək. Bəli, gülmək sözü var orada. Həm də nə? Gülərək danışır. Şöyle şəkilçi ayrana laf var. Bəli, şəkilçi ayranda da rahat Bir olur. dənə yazdım onu söyleyeyim. Orada gülmək sözü var. Yazın deyəcəm. Bir dənə şəkilçi.